Mart ayının 12-sində Bakı və Abşeron Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1686 müəllim iştirak edib. Attestasiya komissiyalarının qərarına əsasən 1686 müəllimdən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 56 nəfər ali, 436 nəfər orta ixtisas təhsillidir. 436 nəfər kəsilən orta ixtisas təhsil müəssisələrinin məzunlarından 196-sı Sumqayıt Musiqi Kolleci, 135-i Bakı Musiqi Kolleci, 32 nəfəri Şuşa Musiqi Kolleci, 18 nəfəri Şəki Musiqi Kolleci, 15 nəfəri Gəncə Musiqi Kolleci, 14 nəfəri Ağdam Musiqi Kolleci, 12 nəfəri Bakı Humanitar Kolleci, 7 nəfəri Naxçıvan Musiqi Kolleci, 4 nəfəri Lənkəran Musiqi Kolleci, 2 nəfəri Şuşa Humanitar Kolleci, 1 nəfəri Altay Musiqi Texnikumunu bitirən müəllimlərdir. Kəsilənlər arasında Sumqayıt Musiqi Kolleci və Bakı Musiqi Kollecinin yetirmələri üstünlük təşkil edir. 196 məzunu imtahandan keçə bilməyən Sumqayıt Musiqi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Səbinə Mehdiyeva vurğuladı ki, attestasiyada kollecin məzunları olan bir sıra müəllimlərin nəticələrinin aşağı olması ilə bağlı məsələni diqqətdə saxlayırlar. Nəticələr yeni elan olunub və hazırda məsələnin səbəblərini araşdırırıq. Araşdırmalar tamamlanmadan hər hansı bir qəti fikir bildirmək düzgün olmazdı. Eyni zamanda qeyd etmək istəyirəm ki, mənim rəhbərlik etdiyim dövr ərzində məzun olan müəllimlər arasında belə problemlər müşahidə olunmayıb. Son 3 il ərzində kollecdə təhsilin səviyyəsinin artırılması və mükəmməlləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu addımlar tədris keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin peşəkarlığının artırılması və tələbələrin bilik səviyyələrinin yüksəldilməsi məqsədini daşıyır. İnanıram ki, aparılan araşdırmaların nəticələri obyektiv olacaq və problemin kökü araşdırılıb həll ediləcəkdir. Attestasiyadan keçə bilməyən məzunları çoxalan kolleclər barədə Nazirlik nə düşünür? Burada verilən diplomlar nə qədər etibarlıdır? Məzunları attestasiyadan keçə bilməyən həmin kolleclərin özündə də attestasiya keçiriləcəkmi? İşdən azad olunan müəllimlərin yerinə yenə bu kollecin məzunları işə götürüləcək. Bəs bu məsələ necə tənzimlənməlidir? Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirdi ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərindən müəllimlərin işə qəbulu 2015-ci ilə qədər müəssisə rəhbəri tərəfindən həyata keçirilib. Bu zaman məktəbdə həmin ixtisas üzrə müəllimə olan tələbat, müəllimin təhsili və bilik səviyyəsi nəzərə alınmayıb. Stat 2015-2016-cı tədris ilindən etibarən müəllimlərin işə qəbulunun vakant yerlər əsasında mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə keçirilməsi qeyd olunan neqativ halların qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır. 2022-ci ilin pedaqoji kadrların işə qəbulu üzrə müsabiqənin keçirilməsində yeni yanaşma tətbiq edilmişdir. Əvvəlki illərdən fərqli olaraq müsabiqə 2 mərhələdən, test imtahanı və müsahibədən ibarət olaraq təşkil olunur. Test imtahanı mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə, müsahibə mərhələsi Mədəniyyət Nazirliyi tərəfindən keçirilir. Sevindirici haldır ki, son illərdə məktəblərə müsabiqə yolu ilə işə qəbul olunan işçilər attestasiyadan uğurla keçmişlər. Statın sonu. Attestasiya komissiyasından olan Gülnarə Manafova bildirdi ki, vəziyyət gözləniləndən dəfələrlə ağır olub. Onlara bir qabaqcadan xəbərdarlıq olunmalı idi ki, işdən çıxmaq təhlükəsi var. Onlar daha yaxşı hazırlaşmalıydılar, arxayınlaşmamalıydılar və yaxud da ki, dərhal işdən çıxartmaq və sistemdən silmək əslində bu çox qəddarcasına olan bir addım idi. Və həmin o çıxarılan müəllimlərin yerinə gələcək gənc kadrlar haqqında bizim yəqin ki, şübhəmiz olmamalıdır. Çünki onlar imtahanlardan keçib gəliblər və bir neçə pilləli imtahanlardan keçiblər. Mövzu ilə bağlı təhsil eksperti Kəmran Əsədov isə bildirdi ki, önəmli olan həmin şəxsin hansı təhsil pilləsini bitirməsi deyil, önəmli olan həmin şəxslərin imtahandan keçməsidir. Bizim üçün önəmli olan həmin şəxsin hansı təhsil pilləsini bitirməsi deyil. Əgər onlar dövlət nümunəli diplom alıblarsa və diplomları hüquqi qüvvəsi varsa, onlar portalda qeydiyyatdan keçəndən sonra müvafiq olaraq Mədəniyyət Nazirliyinin təşkil etdiyi Dövlət İmtahan Mərkəzindən birgə test imtahanından keçəcəkdir. Ondan sonra isə həmin ixtisasla bağlı, çünki bunlar xüsusi qabiliyyət tələb edən sahələrdirlər. Onlar qabiliyyətlərini də göstərəcəklər. Yəni təkcə bilik yox, bacarıqlar da nümayiş olunandan sonra daha savadlı şəxslərin işə qəbul prosesi həyata keçiriləcək. Qeyd edək ki, attestasiyanın nəticələri bu sayədə keyfiyyəti olan tələbatın artdığını göstərir. Ekspertlərə görə qarşıdakı illərdə musiqi və incəsənət təhsilinə daha ciddi yanaşma qaçılmaz olacaq. İman İmanlı, APA TV.